1.6 motor olsa da şəhərdəki F10, F30'lara meydan oxuyur. Canında nələr var nələr. Və bu rəngi yalnız GT Line-larda gəlir. Qonağımız Kia K5 GT Line-dır. Avtomobilin uzunluğu 5 metrdir. 1.6 motor turbo mühərrik. Zavod at gücü 190'da, amma bu avtomobilə biraz barmaq olunubdur. Hardasa 220 at gücü təxminən. 0-100 sürətlənməsi də zavod dediyi göstəricən aşağıdır. 6,8 saniyədir. Bakımız 60 litr tutur. Yanacaq sərfiyyatı şəhər üçün 11-12 litrdir. Turbo mühərrik deyə bir zəhmət 95 tökün. Maraqlı bir dənə funksiyası var. Bagajın yanında olanda avtomatik bagaj açılır. Bagaj həcminə gəldikdə isə uzunluğu yaxşıdır, amma hündürlüyü azdır. Hər yerdə GT Line yazısı görə bilərsiniz. Sükanda, şitdə, oturacaqlarda. Avtomobil sənə bildirir ki, sən GT Line sürürsən. Apple CarPlay var, çox axıcılı monitor. Müqayisə üçün deyim ki, BMW-lərdə monitor bu qədər axıcı deyil. Oturacaqlarda bəyəndim. Arxa oturacaqlar elə bilin ki, 3 otaqlı evdir. Bazar qiymətinə gəldikdə isə bu rəng 38-42 min manatdır. Və sizcə performans GT Line yoxsa ekonom servis?